Şimdi arkadaşlar bu sayfada esasen birim ve sabit fonksiyon. O bir sayfalarda da video seçimi ileri. Birinci sualda nedir? Birim fonksiyondur. Birim fonksiyon ne dedi uşaqlar? Fx beraberdir x olmalıdır. Yani burada bu qala bilməsi üçün bu taraf tamamen A çıxıb B üstəgəl 5 nəyə getməlidir? Aşağıda 0-a getməlidir. Deməli A çıxıb B nəyə bərabərdir Kamran? -5-ə. Yəni B bandı. Anlaşıldı değil mi uşaqlar? Birim fonksiyon. Gəldik ikinci suala. Nə deyir? Bu da birim fonksiyondur. Birim fonksiyon yenə nə deyirik? Deyirik ki fx bərabərdir x qalmalıdır. Yəni müəllim 2a çıxıb b 1-ə bərabər olmalıdır. 1 qalmalıdır fx bərabər x. Amma bu tərəf getməlidir. Yəni a üstəgəl b çıxılsın 2 bərabərdir 0 olmalıdır. İndi bunun üçün nə olur uşaqlar? Bunun üçün A üstəgəl B bərabərdir 2 olur. Yəni buranı götürdüm, 2-ni atdım bu tərəfə. Tərəf-tərəfə toplayanda 3A bərabərdir 3-ə. A nəyə bərabərdir? 1-ə. A da 1 olanda ay uşaqlar, burada yerinə qoyanda B də nə olur? 1 olur. Yəni 1-ə 1-ə vuranda C bəndi nə elədi? 1 elədi. Anlamayan var mı buraya kimi? Kamran, Cavanşir, Süleyman? Aydındır. Hı -hı. Yenə birim fonksiyon. Anladım. Birim fonksiyon yenə nə olmalıdır uşaqlar? Fx bərabərdir x olmalıdır. Tamam, bu getməlidir. Bu getməsi üçün a çıxıb 4 nə olmalıdır? Aşağıda 0 olmalıdır. A da bərabər nəyə? 4-ə. X-in əmsalı 1-ə bərabər olmalıdır. Yəni B üstəgəl 1 bərabərdir 1 olmalıdır. B bərabərdir 0-a. C çıxıb 1 bərabərdir 0 olmalıdır. Çünki bu da getməlidir ki fx bərabər x-dir. C də bərabərdir 1-ə. Всё. A nədir? 4. B nədir? 0. C nədir? 1. Elədi nə? 5, yəni 5. Baxın görün inşallah. Görün kim var anlamadı. Dördüncü sabit fonksiyon. Hocam ne dediniz? Sabit fonksiyon fx beraberdir c'ye her hansı bir. Yani orada x'in yerinde ne olmasının ehemmiyeti yoktur. Hamısı getməlidir. Deməli sən getməlisən c. O zaman a çıx 3 bərabərdir 0 olur. A nəyə bərabər olur? 3-ə. Bu gedəndə onda fx bərabərdir. A-nın yerinə 3 qoyanda 3-ün üstə 2 gələndə nə eləyir? 5 eləyir. Fx bərabərdir 5-ə. Yəni c bəndi. Davam edirəm. Mehrab başınızda yəqin ki. Bəli. Aha. Sabit fonksiyon. Yenə fx ədəd qalmalıdır. Yəni getdin. A bərabər neçə olur uşaqlar burada? 2 olur. Tamam mı? A bərabərdir 2 olur. A 2 olan kimi fx bərabərdir. 2-ni yerinə qoyanda 2-dən 4 çıxanda nə eləyir? -2 eləyir. İndi A oldu 2. Üstə gəlinsin f4 də nə olur? -2. Yəni burada f neçənin fərqi yoxdur da. O da nə olur? 0 olur. Yəni A bəndi. Nadir başlıyorsan da yəqin ki. Bəli. Yenə sabit fonksiyon. 6-cı soruda sabit fonksiyon yəni getməlidirlər. A bərabərdir 2-yə. B nəyə bərabərdir? 3-ə. Yəni fx bərabər 4 qalır. 2-nin üstə də 3 gələndə bizim kətdə nə eləyir? 5 eləyir. Davam edirəm uşaqlar. 7-ci sual bir sabit fonksiyondur. Aha, bunun kuralını bir önce demədim mən sizə. Deməli ax üstəgəl b, cx üstəgəlinsin d şəklində olan fonksiyonun sabit olması üçün ad bərabərdir bc olmalıdır çocuklar. Yani hocam 3 vurulsun 2 bərabər olmalıdır. 2n vurulsun nəyə? 1-ə. 2'lər getdilər n bərabər neçə? 3'ə. Yani C bəndi. Cavanşir başladın mı? Süleyman başladınız mı? Bəli. Bəli.
İndi burada biraz məntiqi gediş var. Yəni sabit fonksiyon elə bir halə gətirməmiz lazım ki, uşaqlar. Neynəsin? Eləyən varmı heç bunu baxışım? Öncəlikli olaraq Müəllim, ikini çölə var çıxardacaqsınız. olar. De, Cavanşir, necə eləyərik? İkini çölə çıxartdım. O zaman M2 olmalıdır ki, düzdür mü uşaqlar? M2 olmalıdır ki, bunlar getsinlər, yəni tamamən oktavoydan bərabərdir 2-də 1 olsun ki, funksiyana çevrilsin, yəni sabit funksiyon olsun, ya da o zaman M nə olur uşaqlar? 2 olur. Belə eləmişdinizsə Cavanşir yəqin ki, Nadir. Bəli, müəllim.